İndi burada yardım deyəndə hamı deyir ki, mənə imkan zəif daxıdır. Yaxı, niyə sən yardımı ancaq maddi bilirsən? Bəzən sənin bir təbəssümün belə xəstəni sağalda bilər və yaxud onun dərdin yüngülləşdirə bilər, ağrısını azalda bilər. Axırıncı dəfə haçan xəstə qapısı açmışıq? Haçan xəstə qapısı açmışıq? Yaxın qohum demirəm. Bir dost, tanış, qardaş, salam məlik elədiyin bir adam eşitdin xəstədir, ged onun qapısına. Axırıncı dəfə bunu haçan eləmişik? Demirəm, heç kəs eləmir, amma kütləvi görülmür əzizlərim. Ona görə bu məsələlər cəmiyyəti cəmiyyət eləyir, birlik yaradır, vəhdət yaradır, ürəkləri bir-birinə bağlayır. Fikir verirsiniz, cəmiyyət nə qədər soyuqdur, nə qədər insanların birinin digərinə aqressiyası var, bir-birlərinə acıqlı baxırlar. Soruşsun da niyə baxırsan acıqlı deyə bilmir, ha niyə? Deyə bilmir niyə? Deyir, mənim səndən nə işim var ki? Bəli, dilin deyir məndən nə işim var, amma baxışın onu demir axı. Mən görürəm axı sənin baxışını. Baxış demir onu, baxış deyir ki, məndən işim var. Amma dilin deyir ki, çünki bilmirsən niyə? Qəlbində aqressiyanın səbəbini bilmirsən. Səbəbi dinimizin və həm dinimizin, həm də ağsaqqallarımızın insan düzəldən, cəmiyyət düzəldən əməllərin tərk elədik. Xəstələrə baş çəkərdilər, qohuma baş çəkərdilər, dosta baş çəkərdilər, ailəvi get-gəl var idi. İndi biri obrunun evinə gedəndə acığı gəlir, nə vaxt gedər canım qutara. Nədir serial qalıb, nədir telefonda oyunum qalıb, nədir? Baxın əzizlərim, mən bunları deyirəm, bunu hamınız siz də bilirsiniz. İndi deyə bilərsiniz mənə, biz də biliriksə, niyə deyirsən? Deyirəm ki, İmam Hüseyin əleyhissalamın ehtiramına, İmam Hüseyin əleyhissalamın hörmətinə inşallah dəyişərik. Gözəlliyə doğru dəyişərik, yaxşılığa doğru dəyişərik. Çünki bu məclislərin bərəkəti var. Allah bizi İmam Hüseyin məclisindən ayrı salmasın.